Bir də hər vaxtınız xeyir olsun futbol azarkeşləri. İkinci hissədə yenidən bir yerdəyik. Bir daha xatırladaq. FA Cup'da 5-ci tur çərçivəsində məhz Silver Sport Kubart kollektivləri üzrə gələn bu görüşdə Fasilə Kubart kollektivi 2-0 hesabı ilə öndə yollandı. Silver Sport önündə İzzət fərqləri dubl edib 2012 sona məxsusdur. İkinci hissədə nə izləyəcək fərq elə də böyük deyil. Geri dönüş comeback-lə gələ bilər, üstünlüyü də arta bilər. Odur ki, ikinci hissə zənnimcə daha maraqlı mübarizənin şahidi olacaq. Elçin. İzzət Tofiq. Firuz qarşılamışdı. Balarıza qədərlə Namik Salayev. İzzət. O belə keçirmək istəyir. İzzət. Eldəniz. Firuz, Agil. Elçin təzyiq edir. Agil. Magara girmək istədi. Maga, zərbə. Salayev. Ballarıza qədirli. Namik Salayev. Eldəniz. Agil. Firuz Balarıza qarşılıqlı mübarizə izləyirik. İzzət, Tofiqə çatmadı Balarıza. Ara ötürməsi Agil. Agil və gol. Silver Sport qolları minəvəsini çıxır. Allah adına da tilsim qırıldı. İkincisi qolla başladılar. Fərq artıq minimumdadır. Cərimcə daha maraqlı mübarizə izləyəcəyik. 2-1. Silver Sport 1. Salayev. Açından keçid yoxdur və korner. Silver Sport 1. Kubart 2. Qolun müəllifi Agil topun arxasında. Salayev. Firuz. Salayev. Düşüncəsi yaxşı amma topu çevirə bilmədi. Tofiq bir qədər tələsir. İzzət sinəsi ilə ram etdi amma Salayev onu qarşıladı. Qapıdan zərbə. Balarıza. Bir ara ötürməsi. Vüsal Qəmbərli. Elçinə ara ötürməsi. Maga. Taban Tofiq. Firuz araya girmək istəyirdi. Vüsal Qəmbərli. Balarıza. Zərbə üçün onun önünü bağladılar. Agil. Balarıza komandalaşlarını axtar. Salayev'le oynadı. Namik Salayev. Vüsal. Sol ayaqla zərbə. Tamerlan. Referiyə etiraz var. Ədalət əmsi oyunu davam etməyini istədi. Qayda pozuntusu qeydə almadı. Vüsal. Firuz. Üstüne gel. Bak vurmasın. Bir ara ötürməsi. Ekran bəyənənlər sağ olun, var olun, aşağıda adlarınızı görüm. Hər kəs bəyənsin, səhəmət olması. Yəni daha çox kütlə qarşısına çıxsın, daha çox kəs izləsin. Firuz çevirmək istəyirdi, Elçin araya girdi. Tofiq uzaqlaşdırdı. Ötürmə xarakteri daşımırdı, sadəcə uzaqlaşdırmaq cəhəti idi. Sportser. Koroğlu Sportser. Rafik Salayev deyil, onun qardaşı Namik Salayevdir. Balarıza. O başqa turnirdir. Fərqli turnirlərdir, qarşı durmayın.
Gəlindi. Balarıza. İndi referi qarşılaşmanı saxladı. Burada qayda pozuntusu qeydə aldımı yoxsa Balarıza yerdə qaldığı üçün mü görüşü saxladı? Ədalət təmsilçisi. Koroğlu Sportse. Sportse idman meydançası. Balarıza artıq ayağa qalxdı. Referinin sərbəst atışı ilə yəqin ki oyun hərəkətliyi qazanacaq. Elçin. Maga. Artıq oyunda təzyiq edir Silverspor oyuncuları. Təzyiq öz bərəsini göstərdi. Agil zərbə. Sonunda Latsının toxunuşu və korner. Zərbə. Balarızadan. Namik də var, tələsmə. Bu dəqiqələrdə hücumlarının kəsələrinə bir qədər də artırıb Silverspor oyuncuları. Ən azından hələ ki bərabərlik qolunu axtarırlar. Təbii ki, kupartda Ortağa bağla. fərqi bir qədər artıraq. Daha rahat mübarizə aparmaq istəyir Firuz. Tamerlan. Maga. Gözümə dəyər top verməksə, onu dəyər O deyil penalda. Penalda. Balarıza. Agil. Salayev. Abi. Sola bak, sola. Eldəniz. Uzaqlaşdırmaq həmləsi idi. Salayev. Firuz. Ridara'ya girdi. Top meydanda da Balarıza. Bir ara ötürməsi Elçin. Rəqibini qabaqladı, topu meydana çıxardı Namik Salayev. Balarıza qədirli. Bir ara ötürməsi Rida. Bu dəqiqələrdə Kupartda çox müdafiə əksi və kontratak da oynamaq istəyir. Ən azından hələ ki bu sünnilərini qorumaq üçün. Fərqi isə birdən xatırladıram, minimumdadır. 2-1 hesab Kupartda 2-1 hesabı ilə öndədir. Silverspor önündə Agil. Firuz. Aldancı cəhdlər. Firuz ötürmə, zərbə və gol! Sol topu torlara yolladı. 2-2. Hesaba bərabərlik gəldi. Kartlar yenidən paylanacaq meydanda. Fasilədən 2-0 hesablı önündə qayıtmışdı Kubart kollektivi, amma bu üstünlüklərini qoruya bilmədilər. Yaxşı. Üst hesabda artıq bərabərlik var. Tofik. Laçın ötürmək istəyib. Firuz qarşılamışdı Laçın. İzzətə doğru. Vüsaldan öncə Ceyhun, Agil. İzzət öndə pressing edir. Dubl edib görüşdə. Yeri gəlmişə onu da qeyd edək. Salayev. Ridara girdi. Zərbə! Salayev. Vüsal ötürməsini verməyə bacardı. Firuz zərbə Balarızadan. Elə bir şans əldən verdi. Ötürmə. İzzət boşlu zərbə. Abi sol ayağıma koydum, Allah prosto koydum. Namik Salayev. Ayağını toplayıp kafa atıyor. Allah uzun çıkar. Abi çok atıyor. Hocayı çekiyor. Agil. Sıra vereme.
Firuz hərəkətlənib. Firuz zərbə çəti alınmır. Abi balaca çık. Sağ çıkın da bana bir. Salayev. Keçə bilmədi rəqibini. İzzət. Ceyno ötürməsi ünvana çatmır. Firuz. Elçinin müdaxiləsi var. Firuz. Meydana çatmadı. Hazırlamışdı özünü zərbəyə Balarıza. Tofiq. Sol. Təzyiq edirdi. Top meydan tərk etməyib. Mübarizə davam etməlidir. Agil. Firuz. Yakın oyna vermesin. Agil. Bir allacı cəhət. Bitirmək isə istənən kimi alınmır. Agil. Düz kalın. Kardeşim bana neyse verin. Karıştırın. Üzüstem, Ramin üzüstem. Agil hamız burada şey balarsa hamız burada. Al kamerayı. Abi sen de Firuz. Bəli, bəli. Biz abi 3 nəfərsin. Temiz nəfər. Ev yok lan gel. Ev yok. Elçin. Agil araya girdi. Qarşılıqlı top etkisizlədik. Elçin. Günün son qarşılaşmasıdır. Yakın oynarsan. Salayev. Balarıza. Namik Salayev. Ceyhun bir qədər ayaq saxladı. Komandalaşıq Ridan qatılmış təmləyə. Tələsmə, gir səni, içinə bax, içinə bax. Sağ olun, var olun. Yoxla. Kaçsın. Burada sıkar hey. Kaçsın. Namik Salayev. Balarıza. Gel Ridan. Ridan ayaq saxladı Tofiq. Ceyhun. Ridana doğru ötürmə bir qədər bərk alındı. Ridan cəhd etsə də topu saxlaya bilmir. Referisə qapıdan zərbəni işarə edir. Eldəniz. İzzət. Məs texniki zonadan ehtiyatlar skamyasından İzzətə daha çox zərbə indirməlidir deyə tapşırıqlar gəldi. Daha çox zərbə, daha çox gol deyə elə bir şuarla. İzzət. Bəsi gedən, sözü gedən oyuncu toplayıb. Ceyhun. İzzətə doğru ötürmə. Firuz qabaqladı rəqibini. Balarıza qədirli Firuz. Üsal yanında hərəkət edib. Üsal. Səmti dəyişmək istəyirdi, alınmadı. Salayev. Geçsin sen gelme bak. Sanki məni dəmləyə qatmaq istədilər. Ötürmə, Ayagil. Bu arada bir dəqiqəlik taymat. Taymatı götürən tərəf məhz Kubart kollektividir. Neçə. 2-2.
Təxmin olaraq 10 dəqiqəyə yaxın müddət qalıb görüşün bitməsinə. Ekran bəyənənlər sağ olun, var olun, aşağıda darınızı görürəm. Çox sağ olun, minnətdarım. FA Cup'dır. Xeyr. Koroğlu Sportser. FA Cup 5-ci tur çərçivəsində bu kollektivlər üzləşirlər. Kupart və Silver Spor komandaları üz-üzədir. Görüşdə isə 2-2'li bərabərlik var. Təxmin olaraq 9 dəqiqə yaxın bir müddət. Taymat da bitir. Oyun qaldığı yerdən davam edəcək. Hadi de başlamışsınız oradan. Hadi de. Başlamışsınız. Rıza. Rıza tez. Taymatdan sonra Mes Kubartın heyətində bir dəyişiklik oldu. Tofiq Laçın əvəzlədi. Qapçı oyunçu kimi davam edəcək. Elə görünür. Kubart ancaq qələbə üçün köklənib sanki bu qarşılaşmada. Damirli aldancı səhətlər 1-1 aldatdı rəqibini. Firuz son əmlədə araya girməyi bacardı. Vüsal Qəmbərli. Balarıza Qədirli. Balarıza ötürmə. Son müdaxilə ilçindən. Salayev. Agil. Sinəsilə Rahmetli Agil. Agil yakın oyna Agil. Rıza ortaya dir. Rıza yakın oyna Rıza. Və gol gəldi Agil. Təzə göz bəhrəsini göstərdi. Müdafiənin səhvini bağışlamır. Geri dönüş comeback qolu 0-2-dən 3-2. Bir maraqlı məqamı qeyd edim ki, 2 hissədə taymatdan sonra hesab açan tərəf olmuşdu Kubart komandası. Tesimi onlar qırmışlar. Bu səfər taymatdan sonra bir əvəz etmə və rəqibə hədiyyə etdilər topu. İzzət altdan topu qapıya yönəltdi. Heç kəs toxuna bilmir. Olursa təbii ki, qolu qeydə alınmır. Git kafağa, git. Təlesme. Tomi, kapıya bak. Apar. Tofiq. Bir ara ötürməsi İzzət. Cion zərbə eldəniz. Firuz və gol! Firuz! Uzaqlaşdırma həmləsi idi, amma torlara yollandı. Çox möhtəşəm, çox baxımlı bir qola imza atır. Ön istiqamətli idi, həmlə etdi, amma çata bilmir. 0-2-dən 4-2. Comeback, geri dönüş. Gəlirmi? Olsun, nəticə gəlir. Comeback artıq gəlir. Şuradan kalktın sen de. Ben sənəm alım. Sənə giz taktikalar verir. İzzət. Balarıza qədərlə uzaqlaşdır deyilçin. Zərbəcətli düz qapçının qucağına. Sənincə taymat edilən qapçı dəyişilib. Komandaya heç səhv faydalı olmadı. Qələbə axtararkən məğlubiyyətlə üzləşə bilərlər. İzzət!
Salayev. Agil. Aldancı zətlər. Agil. Orada qaldı. Yəqin ki, rəsmi xəbərdarlıq da olacaq. Elçin qaydanı pozmuşdu, bəli. Əlcibə getdi, referi vərəqə ilə yaxınlaşır. Vərəqənin rəngi yəqin ki, sarıdır. Bəli, bəli. Elçin sarı vərəqə gördü. İlk rəsmi xəbərdarlıq. Orada Laçın artıq qapıya qayıdır. Edilən dəyişiklik özünü doğrultmadı. Bir qədər əvvəl də mən arada bəhs etdim. Salayev, zərbə. Laçın, təkrar əmlə və gol! Ballar Rıza Qədirli. Beş iki. Qarşılaşmada isə artıq son 4 dəqiqə. Məğlubiyyətdən xilas olmaq üçün 4 dəqiqələri var. Elə bunu bacaracaqlarmı? Elçin. Tevfik qapı qarşısına İzzət. Firuz. Tamerla. Müdafiə nazırda yaxalayıblar. İzzət. Dəniz keçid vermir. Qapı qarşı ötürmə də verə bilərdi. İzzət 2 komanda yoldaşı var idi. Tevfik. Burada. Maqacətdə gecikdi. Hərçənd ki, deyəsən müdafiənin toxunuşu var imiş Elçin. Agil. Firuz. Tələsmir. Vüsal Qəmbərli. Sənimcə, rəqibin qalan ümidləri qırılır artıq. Son nöqtə qoyuldu. Möhtəşəm bir geri dönüşə şahidik. 0-2-dən 6-2. Və görünür ki, hələ də hesabla barışmaq istəmir. Məhz Silver Spor kollektivi. Maga. Qayda pozulmuşdu, bəli. Refer də bir qədər gözlədi. Daha sonra qərarını verdi. Standart vəziyyət cərimə zərbəsizliyi deyəsən, Maga özü yerinə yetirəcək. O standart vəziyyəti. Meydanın sol tərəfdə göy formada Kubart, sağ tərəfdə qara formada isə Silver Spor çıxış edir. Orada Eldənizin möhtəşəm qurtarışı. Qafiyəçilər dəyən top qapısını saçdırsa da son anda barmaqlarının ucu ilə toxunuş etməyi bacardı. Artıq vaxt tükənir. Son cəhətlərdə Tamerlan. Top hərəkatı rəqib komanda top oyuna daxil etməlidir. Tələskənlik özü ilə birgə top itkisi də gətirir. Vüsal Qəmbərli. Adaşir oynadı Vüsal. Salayev. Bir ara ötürməsi. Açın keçid vermir. Sporser, Koroğlu Sporser. Bu günün son qarşılaşmasıdır. Məncə bəsdir bu günlük. Sporser, Sporser, Koroğlu, Koroğlu. Gözlər artıq referidə. Gələ nə zaman bitirəcək? Ədalət təmsil qarşılaşmada Elçin. İzzət, geriyə doğru Tevfik. Davam edə bilmir.
Maqa. İzzət. Refer qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik. Möhtəşəm geri dönüşün şahid olduq. Gözəl oyun üçün iki komandaya təşəkkür edir və növbəti turlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.